Həzrət Əli əleyhissalamın kəlamlarında olan müjdələrdən biri də budur ki, belə buyurur: Mümkün deyil ki, Allah Taala dua eləmək qapısını insanın üzərinə aça, amma duanı qəbul eləmək qapısını insanın üzünə bağlaya. Yəni mənası budur ki, bu cür başa düşülür ki, əgər bir insan dua eləmək həddindədirsə, dua eləyə bilirsə, əllərini Allah dərgahına açıb Allaha dua eləyə bilirsə, nəsə istəyə bilirsə, mümkün deyil ki, Allah duanı qəbul eləməsin. Yenə də bir Quran ayəsidir ki, "Ud'uni əstəcib ləkum." Siz məni çağırın, siz mənə dua eləyin və mən də sizin dualarınızı qəbul eləyim. Amma bəzi hallar var ki, duanın özünün şərtləri var. Bəzi hallar var ki, bəzi insanların duaları tez qəbul olur. Tez duası qəbul olunan dəstələr vardır ki, məsələn, xəstələr. Bəzi xəstəliklər var ki, insan xəstə olan zaman dua eləsə duası qəbul. Mən böyük alimlərdən eşitmişəm ki, hətta böyük müctəhidlərdən biri bir gün xəstəxanaya yola düşəndə oradakı xəstələrdən biri yaxınlaşıb ağadan xahiş edir ki, mənim üçün dua elə. O da onun sözünü yarımçı qoyub deyir ki, sən dua elə. Deyir, ağa, niyə görə axı sən dua eləsən daha yaxşıdır? Dedi, yox. Hədisdə var ki, xəstənin duasını Allah Taala tez qəbul edir. İkincisi, sıxıntıda olan, müstər deyilir, sıxıntıda olan şəxslər ki, duası tez qəbul olunar. Üçüncüsü, məzlumun ona zülm eləyən şəxsin barəsində elədiyi duadır. Və dördüncüsü də valideynin, xüsusən də atanın öz övladı barəsində elədiyi duadır ki, bunlar tez qəbul olar. Amma qəbul olunmayan dualar da var. O da bundan ibarətdir ki, sən dua eləyirsən təbii ki, amma duanın şərtlərinə əməl eləmirsən. O halda duan qəbul olunur. Duanın şərtləri nədir? Hədislərdə bu cür gəlir. Birincisi budur ki, öz valideyninin əleyhinə dua eləyən şəxs ki, onun duasını Allah Taala qəbul eləməz. İkincisi budur ki, öz evində oturub heç bir yerə getmədən, heç bir hərəkət eləmədən, heç bir iş görmədən Allahdan ruzi istəyən bir şəxs ki, ilahi mənə ruzi ver. Üçüncüsü budur ki, Allahın verdiyi ruzini israf eləyən şəxs. Həmin şəxsin də duasını Allah Taala qəbul eləməz. Və ölülər barəsində, düzdür, istisna hallar da var ki, bəzi şəxslər var ki, onlar ömürlərinin axırına qədər, daha doğrusu qiyamətə qədər lənəti qazanıblar. Məsələn, Yezid ibn Muaviyə kimi şəxslərdir ki, Allahın lənəti olsun onlara. Onlar istisna olmaqla ölü barəsində nifrin eləmək, qarğış eləmək ki, Allah həmin duanı da qəbul eləmir. Və bir də qət'i rəhm barəsində olan dua, yəni qohumlar arasında əlaqəni kəsmək üçün edilən dua ki, məsələn, hər hansı yaxın qohumlardan biri, atadır, anadır, bacı, qardaş və yaxud əmi, xala, bibi və s. Bu yaxın qohumlardan biri əgər məsələn ola bilər səni incidirsə və onun barəsində dua eləsən ki, ilahi bu şəxsin şərrini məndən uzaq elə, məndən uzaqlaşdır həmin şəxsi, həmin duanı da Allah Taala qəbul etmir. Nəyə görə? Çünki bu qət'i rəhmdir, yəni qohumluq əlaqələrini kəsməkdir. Və sünnətin, İslamın, dinin əleyhinə olduğuna görə Allah Taala həmin duanı da qəbul eləmir. Amma bundan başqa hallarda Allah Taala söz verib duanı qəbul eləməyə. Allah dualarımızı qəbul eləsin.